Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün inşallah kimyəvi reaksiyaların sürətinə təsir edən amillər mövzusunu test topsusu üzrə izah edəcəm. Və birinci sualdan başlayaq. Birinci sualda bizə temperaturları verib, sürət verib, temperatur əmsalını soruşur. Bizim belə bir düsturumuz vardı və bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. İndi bizə sürət verib 16. 16 bərabərdir. Qamma üstü temperatur 80 verib, yəni T2-ni 80, T1 verib 60 dərəcə. Böləcəm mən 10-a. Tapacam ki, mən burada ilk öncə yazım ki, 16-nın 4-ün kvadratı kimi. 4-ün kvadratı bərabərdir. 4-ün kvadratı nə üçün yazım? Çünki bax bu ifadə bizə 2 verəcək. Qamma üstü 2, yəni qammanın kvadratı. Artıq buradan qamma məlumdur ki, 4, yəni temperatur əmsalı 4-ə bərabərdir gözəl insanlar. Keçək ikinci suala. İkinci sualda temperaturu yenə verib, temperatur əmsalını verib və sürət soruşur. Əzizlərim, baxın, diqqət yetirin. Deyir, neçə dəfə azalar. Nə üçün azalar yazıb? Çünki burada temperatur 70-dən 20-yə düşüb. Biz bilirik ki, temperatur azalanda reaksiyanın sürəti azalır. Aha. İndi bizə T2-ni verib 70 dərəcə, T1-i verib 20 dərəcə, qammanı verib 3. Düstur əsasən V bərabərdir qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. Deməli, V bərabərdir 3 üstü 70 çıxılsın, 20 bölünsün 10. Bu da bizə verəcəyizim 3 üstü 5, o da bərabərdir 243. Doğru cavab olar onda Y variantı. Baxaq indi 3-cü suala. 3-cü sualda da deməli əzizlərim, mən görəm ki, ilk öncə temperatur 80-dən 50-yə düşüb. Temperatur düşübsə, bayaq dedim ki, reaksiyanın sürəti azalır. Yəni, burada artar sözlərini mən avtomatik çıxmalıyam. İndi temperatur əmsalını mənə verib 2, yəni qammanı verib 2, T2-ni verib 80, T1-i verib isə 50. Yəni, düstur tətbiq edək. V bərabərdir qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. V nəyə bərabərdir? 2 üstü, yəni qamma üstü. Deməli, 80 çıxılsın, 50 bölünsün 10. Bu deyir 2 üstü 3, o da bərabərdir 8-ə. Deməli, temperatur 80-dən 50-yə düşsə, sürət 8 dəfə azalar. Çünki temperaturumuz azalıb əzizlərim. Deməli, 4. Reaksiya sürətinin temperatur əmsalını verib ki, sürəti bizə verib 64. Deməli, T1-i verib 40. Vəsiyo. Yəni, düstur tətbiq edirik. V bərabərdir qamma üstü T2 minus T1 bölünsün 10. V 64 verib, 64 bərabərdir yazaq. 2 üstü T2 çıxılsın 40 bölünsün 10. İndi burada nə etmək lazımdır? Mən görürəm ki, qamma 2-dir. Onda mən bu 64-ü elə 2 üstü 6 kimi yazım. Bərabərdir. 2 üstü T2 çıxılsın 40 bölünsün 10. İndi mən bax, bura baxacam. Hansı ədəddən 40-ı çıxıb 10-a bölsəm, üstü 6 eləyər. Təbii ki, 100-dən çıxaram da. Doğru cavab olar onda D variantı gözəl insanlar. Baxaq indi 5-ci suala. 5-ci sualda, deməli, temperatur əmsalını mənə verib ki, deməli, başqa nə verib? T1-i verib 100 dərəcə, T2-ni verib 130 dərəcə, başqa bir dənə də burada verib VT1-i. VT1 də verib onda 3 gözəl insanlar. Baxaq, düstur bərabərdir nəyə? VT2 bölünsün, VT1 bərabərdir qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. İndi əzizlərim, VT2 nəyə bərabərdir? Bölünsün. 10-da 3 bərabərdir 2 üstü 130 çıxılsın, 100 bölünsün 10. İndi bu ifadə bizə nəyə verir? Yəni 2 üstü 3 eləyir də bu ifadə, düz deyil. Onda VT2 bölünsün 10-da 3 bərabərdir 8. Onda VT2 nəyə bərabər olacaq? VT2 də bərabərdir 2,4. Yəni bunların hasili. Doğru cavab olar onda B variantı. Baxaq 6-cı suala. 6-cı sualda nəyə qeyd edib? Yenə bizə gözəl insanlar VT2-ni verib 54 dəqiqə.
VT1-i verib 6 dəqiqə. Temperatur əmsalını, yəni qammanı verib 3 düsturda tətbiq edək. İndi VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. İndi 54 bölünsün 6 bərabərdir. Qammanı verib 3. T2 çıxılsın T1 bölünsün 10. Əzizlərim. İndi 54-ü 6-ya böləndə nə qədər edir? 9 edir. Düz deyil. Mən 9-u indi bu qammaya uyğunlaşdırmaq üçün 3-ün kvadratı kimi yazım. Yəni yazım 3-ün kvadratı bərabərdir 3 üstü T2 çıxılsın T1 bölünsün 10. İndi məndən bu ifadəni soruşur. Düz deyil. Mən hansı ədədi 10-a bölsəm 2 eləyər? Təbii ki, 20-ni bölsəm. Doğru cavab olan B variantı. B variantı. İndi keçək 7-ci suala. 7-ci sualda eyni qaydada. Yenə VT2-ni mənə verib 15. VT1-i verib 3 dəqiqə. Qammanı verib 3. Düstur VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10-dur. İndi nəyi soruşur bizdən? Yenə dərəcəni soruşur. Bərabərdir nəyə? İndi 15 bölünsün 5 dəqiqədir. VT1 bura 3 yazmışam. Deməli bölünsün 5 bərabərdir 3 üstü başqa T2 çıxılsın 20. T1 də verib, burada yazmamışam. T1 də verib 20 bölünsün 10. İndi bu ifadə bizə nəyi verir? 3-ü verir. Düz deyil. Yəni mən 3-ü 3 üstü 1 kimi yazım elə. Bərabərdir. Çünki qammaya uyğunlaşdırmaq üçün T2 çıxılsın 20 bölünsün 10. İndi məntiqi işə salaq. Mən hansı ədəddən, yəni hansı ədəddən 20-ni çıxıb 10-a bölsəm 1 eləyər. Təbii ki, 30-dan 20-ni çıxaram, bölərəm ona 1 eləyər də. Düz deyil. Onda doğru cavab olar Y variantı. 8-ci sual. 8-ci sualda deməli temperatur verib, temperatur əmsalını verib, sürəti soruşur əzizlərim. İndi bax diqqət yetir ki, temperatur 50 dərəcə neçəyə qalxıb 80-ə. Deməli burada avtomatik nə edəcək? Sürətim artacaq. Yəni azlar cavabların mən çıxmalıyam. Temperatur artanda sürət artmalıdır. Deməli T1-imiz verib 50, T2-ni verib 80. Temperatur əmsalını verib 2. Yenə V bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. V nəyə bərabərdir? 2 üstü 80 çıxılsın 50 bölünsün 10. O da bərabərdir 2 üstü 3. Yəni 8. Doğru cavab olar 8 dəfə artar. D variantı olacaq cavab. İndi baxaq. 9-cu suala. 9-cu sualda əzizlərim, baxın. V2 bölünsün V1-i verib, tau1, tau2 nisbətini soruşur. Bizdə belə bir asıllıq var. V2 bölünsün V1 bərabərdir tau1 bölünsün tau2. Yəni bizə bu ifadəni 8 veribsə, elə bu da 8-ə bərabər olacaq. Doğru cavab olar D variantı. 10-cu sual. 10-cu sualda kimyəvi reaksiyanın temperaturdan asıllıq düsturunu soruşur. Elə burada Y variantı olar. Sadə sualdır. 11-ci sual. 11-ci sualda bax bizə V-ni verib 27. Diqqətlə qulaq as. T1-i neçə verib? Verib 70. T2-ni verib 100. İndi temperatur əmsalını soruşur. V nəyə bərabərdir? V bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Düz deyil. İndi 27. Mən 27-ni birinci yazım bura, sonra göstərirəm. Bərabərdir qamma üstü 100 çıxılsın 70 bölünsün 10. Bu ifadə mənə nəyi verir? 3-ü. Düz deyil. Onda mən bu 27-ni elə 3-ün kubu kimi yazım. 3-ün kubu bərabərdir qamma üstü 3. İndi buradan da qamma məlumdur ki, nəyə bərabərdir? 3-ə. Doğru cavab olar A variantı. 12-ci sual. Deməli, V bərabərdir K vurulsun C-nin qatlığı vurulsun C-B-nin qatlığı. Təbii ki, burada K sürət sabitidir. Sürət sabiti B variantı. Bunun nəzəri hissəsini əzizlərim kanalımda paylaşmışam. Girib baxa bilərsiniz. Deməli, 13-cü sual. Reaksiya verib və oksigen görə zamandan asıllıq qrafikini istəyir. Təbii ki, oksigenin, deməli, ümumiyyətlə başlanğıc maddələrin zaman keçdikcə
Deməli, sürəti nə edir? Yavaş-yavaş azalır da, düz deyil. Ona doğru cavab olar B variantı. Eyni qaydada 14-cü sualda. 14-cü sualda yenə başlanğıc maddələr dedik ki, sürəti azalır. Kükürt dioksiddə elə burada. Onda bunun da sürəti azalacaq. Baxaq 15-ci sual. 15-ci sualda reaksiyanı verib. X plus 2y z. İndi burada reaksiyanın sürətinin x-in molar qatılığından asılılığını göstərir. Deməli, əzizlərim, burada sürətdən danışırsa, biz birinci bu reaksiyanın sürətini çıxardıq. F nəyə bərabərdir? K vurulsun, Cx-in qatlığı vurulsun, Cy-in qatlığı. Amma y-in deməli əmsalı 2 olduğu üçün kvadrata qalxacaq. İndi əzizlərim, mən bilirəm ki, molar qatlıq sürətlə düzüm tənasüb. Yəni, qatlıq artdıqca reaksiyanın sürəti artır. Onda düzüm tənasüb hardadır burada? A variantında. Yəni, qatlıq artdıqca sürət artacaq. 16-cı sual. 16-cı sualda deməli, V bərabərdir K vurulsun, C azotun qatlığı, bir də hidrogen qatlığını verib. İndi gözəl insanlar, burada kub varsa, kub. Deməli, hidrogenin əmsalı nə imiş? 3 imiş. İndi bura 1 yazılmır. Deməli, azot da 1 moluymuş. N2, burada alınır 2 mol NH3. Deməli, bu sürət düsturu amonyakın sintezinə aiddir. Yəni, biri götürə bilərəm. İkincisidir, amonyakın parçalanması. Xeyr, amonyakın parçalanması, bax, amonyakın parçalanması budur. Onda V bərabərdir K vurulsun, K vurulsun. Olardı CnH3, bu da əmsalında 2 olduğu üçün kvadrat olardı. Yəni, belə olardı. Bu səhv ifadədir. Üçüncü, K sürət sabitdir. Tamamilə doğrudur əzizlərim. Çünki demişik ki, K sürət sabitidir. Nəzər hissəsini paylaşmışam. Doğru cavab olar onda 1 və 3. C variantı. İndi 17-ci sualda deməli, bu reaksiyanın nəticəsini verib. İndi yazdım ki, bu amonyakın parçalanmasına aiddir bu kinetik tənlik. Onda mən burada 2-ni götürüm. K da sürət sabiti dedik. 2 və 3. Doğru cavab olar A variantı. 18-ci suala keçid edək. Deməli, temperaturu verib. Yəni, T1 nə verib mənə? Verib 30 dərəcə. Deməli, T2 neçə verib? Verib 50 dərəcə. Temperatur əmsalını verib 2. İndi əzizlərim, diqqət yetirək nəyəm? Temperaturu mən görürəm ki, 30-dan neyib 50-yə qalxıb. Qalxıbsa, reaksiyanın sürəti artacaq. Bəs reaksiyanın sürəti artırsa, reaksiya sərf olunan zaman neyinir? Təbii ki, azalacaq da, düz deyil. Onda cavabımız 60 saniyədən az olacaq. Aydın oldu. Deməli, VT2-ni də bizə verib neçə? 60. Baxaq. Düstur yazacaq birinci. VT2 bölünsün. VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın. T1 bölünsün 10-dur. Düz deyil. İndi. Deməli, VT2-ni verib 60. 60 bölünsün. VT1 bərabərdir. Qammanı verib 2. 2 üstü 50 çıxılsın. 30 bölünsün 10. Deməli, bu ifadə nəyi verir? 2 üstü 2-ni, yəni 4-ü verir. 60 bölünsün. VT2 bərabərdir 4. 4 VT2 60-a bərabərsə, VT2 də bərabərdir burada 15-ə. Doğru cavab olar. Deməli, D variantı. İndi baxaq 19-cu suala. Yenə temperatur əmsalı verilib 3. Temperatur əmsalını verib 3. Temperatur T1 verib 50. T2-ni verib 70 saniyə. 70 dərəcə. VT2-ni verib 180 saniyə. Yenə nəyə diqqət edirəm əzizlərim? Mən görürəm ki, burada temperatur 50 dərəcədən qalxıb 70 dərəcə. Yəni, sürət neyinib? Artıb da, temperatur artıbsa. Bəs zaman neyinəcək? Azalacaq. Düz deyil. Onda düsturda yenə qoyuram. VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın. T1 bölünsün. Deməli, 10. Ümumiyyətlə, yadınızda saxlayın. Temperatur artırsa, biz tapdığımız cavabı, yəni saniyəni saniyə bölürük. Əgər temperatur azarsa, vuracaq. İndi burada böləcək. Deməli, yenə 180 bölünsün VT1 bərabərdir. Qamma üstü 70 çıxılsın, 50 bölünsün. Onu burada qamma vermişdi. Qamma ilə 3-dür də burada.
Aha. Deməli, bu ifadə mənə nəyi verir? 3 üstü 2-ni, yəni 9-u. 180 bölünsün VT1 bərabərdir 9. Buradan da VT1 necə çıxır? 20 saniyə. Gördük ki, saniyə azaldı. İndi keçək 20-ci suala. 20-ci sualda reaksiyanın sürətinin temperatur əmsalı 2. Yaxşı, qammanı verib bizə 2. Yazdım. Deməli, T1-i verib neçə? T1 verib 120, T2-ni verib 150. Görürəm ki, burada da temperatur artıbsa, saniyə azalmalıdır. Deməli, onsuz variantlarında hamısı azdır. VT2-ni neçə verib? 16 saniyə. Düzdür. VT2 bölünsün VT1, qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. Deməli, 16 bölünsün VT1 bərabərdir. Qammanı verib 2. 2 üstü 150 çıxılsın 120 bölünsün 10. Bu ifadə bizə verir 2 üstü 3. 2 üstü 3. 2 üstü 3 də bizə 8 verir. Yəni 16 bölünsün VT1 bərabərdir 8-ə. İndi buradan da VT2 çıxar 2. Doğru cavab olar 2 saniyə. İndi baxaq 21-ci suala. 21-ci sualda artıq mən görürəm ki, temperatur 50-dən düşüb neçəyə? 30-a. Yəni burada reaksiyanın sürəti nə edib əzizlərim? Azalıb. Azalıbsa saniyəni necə artacaq? Deməli, T1-i nə verib mənə? Verib 30 saniyə, 30 dərəcə. T2-ni verib 50 dərəcə. Deməli, VT1-i verib 30. Başqa biri də qammanı verib 2. Bax, qamma bərabərdir 2-yə. Düsturda yenə qoyuruq. VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın. T1 bölünsün 10. Yenə VT2 bölünsün. Deməli, VT1 30 verib bərabərdir. 2 üstü 50 çıxılsın. 30 bölünsün 10. İndi bu ifadə bizə nəyi verir? 2 üstü 2, yəni 4-ü. Onda yazıram VT2 bölünsün 30 bərabərdir 4-ə. Buradan da VT2 çıxacaq 120. Doğru cavab olar 120. D variantı. Baxaq indi 22-ci suala. 22-ci sualda bizə deyir ki, hansı ifadələr doğrudur? Deməli, bərk maddə maye və ya qaz halında olan maddə ilə qarşılıqlı təsirdə olduqda reaksiya bərk maddənin xırdalanma dərəcəsindən asılıdır. Bəli, əzizlərim, mən bilirəm ki, demişik ki, ümumiyyətlə nəzəriyyədə bərk maddənin səthi nə qədər kiçik olarsa, yəni maddə nə qədər xırdalanarsa, reaksiyanın sürətlənməsi bir o qədər baş verər, əzizlərim. Baxın, nə deməkdir bu indi? Baxın, məsələn üçün, bir dənə qab götürürəm. Hər ikisi eyni belə deyək, temperaturda su götürürəm. Məsələn üçün 30 dərəcəli temperaturda su götürürəm 2 dənə qabda. İndi əzizlərim, dərəcənin heç əhəmiyyəti yoxdur, amma bax, bir dənə qaba mən qənd tökürəm. İndi su da var da bunun içində. Bir dənə də qaba tökürəm mən şəkər tozu. İkisi saxaroz adda əzizlərim. İndi bunların hansı daha tez əriyəcək məhlulda? Təbii ki, şəkər tozu daha tez əriyəcək. Yəni, maddənin səthi kiçikdir, bunlar sürətli reaksiya girir. Maddə nə qədər böyük olarsa, reaksiya bir o qədər zəif gedir. Deməli, xırdalanma nə qədər kiçikdirsə, reaksiya o qədər sürətli gedir. Mən bunu deməli, doğru variant kimi götürə bilərəm. İndi baxaq 2-yə. Katalizator yalnız bərk halda olur. Tamamilə səhv fikirdir. Katalizator bərk halda da ola bilər. Maye halda da ola bilər, qaz halında da ola bilər, əzizlərim. Yəni, bütün aqreqat halında mümkündür. İndi baxaq 3-cü. Əgər katalizator kimyəvi reaksiya zamanı əmələ gəlirsə, belə reaksiyalar avtokatalitik reaksiya deyilir. Təbii ki, əzizlərim, bu da doğrudur, nəzəri hissədir. 1 və 3. İndi keçək 23-cü suala. Hansı ifadə doğru deyil? Doğru deyil soruşur. Reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsi nasıl deyil? İndi dedik ki, asılıdır. Nə qədər xırda olarsa, reaksiya sürətli, nə qədər böyük olarsa, sürət azalır. Ona görə birinci mülahizə səhvdir. Yəni, mən biri götürə bilərəm. Heterogen sistemdə reaksiya fazaların toxunma səthinə gedir. Bəli, əzizlərim. İndi bu nə deməkdir? Heterogen bir dənə sistem götürək. Məsələn, bir dənə bərk götürüm. Bərk
Məsələn, alüminium götürüm, bərk haldadır. Bir dənə də götürüm H-xlor. Bu da ya qaz, ya məhlul götürürəm, su, fərqi yoxdur. İndi əzizlərim, burada tutaq alınacaq alüminium xlorüd, hidrogen. Reaksiya ehtiyac yoxdur, əslində yazıram. Alüminium, bax, külçə şəklində tutaq ki, qoymuşam bura. Bərk halda. H-xlor gəlib bunun qıraqlarına təsir edəcək. Düzdür? Yavaş-yavaş səthinə təsir edəcək. Bunu yavaş beləcək, aşındıracaq, yeyəcək. Reaksiya bitəcək, düz deyil. Yəni bu formada gedəcək. Yəni birbaşa H-xlor bunun mərkəzinə və yaxud da içinə daxil olmur ki, yavaş-yavaş səthində gedir də, düz deyil. Ona görə deyirik ki, heterogen sistemdə reaksiya fazların səthində gedir. Yəni bu ifadə doğru ifadədir. Keçək 3-cü suala. 3-cü sualda reaksiyanın sürəti sabit temperaturdan asılıdır əzizlərim. Tamamilə nədir? Doğrudur. Bizə lazımdır səhvdə. Doğru cavab olar B variantı. Yəni sürət sabiti temperaturdan asılıdır. İndi baxaq, bu onlayn dərsdən qalıb bu yəqin. Deməli 24-cü suala, 24-cü sualda deməli VT2 bölünsün VT1-i verib, qiymətini verib, qammadan temperatur soruşur. Aha, yaxşı yazaq. VT2 bölünsün düstur yazıram. VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. İndi əzizlərim, mənə bu qiyməti nə verib? Verib 8, düz deyil. Mən elə 8-i götürüm, 2-nin kubu kimi yazım. 2-nin kubu kimi yazım. Bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. Artıq mən buradan qammanı görürəm neçədir? 2. Yəni qammanı tapdım mən 2. İndi mən hansı ədədi, bax bunu, hansı ədədi 10-a bölsəm 3 eləyər də. Deməli, mən 30-u bölsəm ona 3 eləyər. Doğru cavab olur nə? 2 və 30. 2 və 30 C variantı. Deməli, baxaq 25-ci sualda. 25-ci sualda yenə eyni qayda, yəni düstur yazıram. VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. İndi əzizlərim, mənə bunun qiymətini verib 27. Mən 27-ni götürüm 3-ün kubu kimi yazmaya xırdalayım biraz. Bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. Buradan qamma artıq məlum olur nədir? 3. Qammanı tapdım mən 3. Bəs indi mən hansı ədədi 10-a bölsəm 3 eləyər? Təbii ki, 30-u 10-a bölsəm 3 eləyər. Düz deyil. Onda temperaturu da 30-dur. 3 və 30 hardadır? D variantında. Baxaq indi 26-cı suala. 26-cı sualda deməli reaksiyanı verib və doğru ifadə, səhv ifadəni soruşur. Zaman keçdikcə X-in qatılığı azalır. Tamamilə doğrudur. Əgər X görürəm ki, reaksiya daxil olan maddədə, bax X-in Y reaksiya daxil olur. Təbii ki, reaksiya daxil olan maddələr zaman keçdikcə miqdarı, yəni qatılığı nə edir? Azalır. Bu doğrudur. B variantında T-nin qatılığı artır. Tamamilə doğrudur. Biz demişik ki, əgər ümumiyyətlə məntiqdən fikirləşsək, başlanğıc maddə sərf olunursa, məhsul alınır da, düzdür, onda məhsulun qatlığı nə edir? Artır. Onun T-nin qatlığı artır. Bu doğru ifadədir. İndi C-yə baxaq. Reaksiyanın sürəti azalır. Tamamilə doğrudur əzizlərim. Biz demişik ki, reaksiyanın sürəti getdikcə nə edir? Azalır da, düz deyil. Amma D-yə baxın, reaksiyanın sürətləri artır. Bu səhv ifadədir. Y variantında Z-in qatılığı, bəli, Z-in qatılığı artır, məhsulun qatılığı artır. Keçək 27-ci suala. Deməli, reaksiyamızı verib, hidrogen qazının həcminin zamandan asılılıq qrafikində əsasən hansı ifadə səhvdir? Baxaq. Deməli, birdə bizə deyir, reaksiyanın sürəti zamandan asılı olaraq dəyişir. Bu doğrudur, yoxsa səhvdir? Tamamilə doğrudur, düz deyil. Biz demişik ki, reaksiyanın sürəti get-gedə azalır. Yəni, zaman keçsə azalır, yəni dəyişir. Bu doğrudur. T1 anında ayrılan hidrogen həcmi 2 litrdir. Baxaq. T1 anında mən görürəm ki, hidrogen nə qədər ayrılıb? 1 litr. Deməli, bu səhvdir. Yəni, mən bunu götürə bilərəm. Sink qırıntıları toz halına salınarsa, reaksiyanın sürəti artar. Tamamilə razıyam. Çünki dedik ki, reaksiya daxil olan maddə nə qədər xırdalanarsa, reaksiya bir o qədər sürətli gedər. Mən 3-ü götürə bilmirəm. Doğru cavab olar yalnız 2. Baxaq indi 28-ci suala. 28-ci sualda eyni sualdır. Burada amma doğru ifadəni soruşur. Deyir ki, reaksiyanın sürəti zamandan asılı olaraq dəyişmir. Bu səhvdir. Dedik, dəyişir. Ta2 zamanında ayrılan hidrogen həcmi 2 litrdir. Baxaq. Ta2 anında görürəm ki, doğrudan da 2 litr ayrılıb.
Bu ifadə doğrudur. Alüminium qırıntıları tozla salınarsa reaksiyanın sürəti artar. Tamamilə doğrudur. Dedik ki, nə qədər xırda olarsa reaksiya bir o qədər sürətli gedir. 2 və 3 B variantı. 29-cu suala baxaq. Hansı reaksiyada təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti 8 dəfə artar əzizlərim. İndi burada baxaq elə, məsələn üçün C-yə baxaq elə suyun sintezi. Suyun sintezi reaksiyası necədir? 2 mol hidrogen plus oksigen alınır 2 mol H2O. İndi burada təzyiqi artırsam, görək sürət neçə dəfə dəyişəcək. Təzyiqin düstur necə idi? Bax, V bərabərdir. Bax, bu reaksiya əsasən yazıram. V bərabərdir. K vurulsun. Təzyiq P ilə işarə olunaraq yazıram. P hidrogenin eyni qatlığın düsturu kimi. Hidrogen indi əmsanda 2 olduğu üçün qüvvətə qalxır. Vurulsun. P oksigen. İndi üstündə əmsal 1 olduğu üçün yazılmır. Bu formada. Eyni qatlığın. Qatlıqda burada P-nin yerinə C yazmırıq. Bu da eyni şeydir. Yəni V nəyə bərabər olacaq? İndi təzyiq 2 dəfə artırsam necə olacaq? 2 üstü 2. Bax, 2 üstü 2. Vurulsun 2 üstü 1. Bu da nə verəcək? 2 üstü 3. Yəni 8. Yəni 8 dəfə sürət artacaq. Aydın oldu. Ümumiyyətlə biz demişik ki, təzyiq artdıqca reaksiyanın sürəti artır. Doğru cavab olar onda C variantı. B variantında indi ammonyakdan hidrogen 1-in 3-ə nisbətinə girir. Onda olardı 2 üstü 1 vurulsun 2 üstü 3. Bu yerdə 2 üstü 4, 16. Yəni bunlara baxmağa ehtiyac yoxdur. İndi baxaq 30-cu suala. 30-cu sualda deməli nə deyir bizə? Reaksiya axıra qədər gedən reaksiyada başlanğıc maddənin qatılım zamanı asılır. Əgər reaksiya axıra qədər gedibsə, yəni bütün maddələr sona dək sərf olunub, yəni sıfıra düşüb əzizlərim, axıra qədər gedibsə. Doğru cavab olar A variantı. Burada düşüb də, bax, burada düşüb sıfıra. Görürsən, sıfıra enib. Axıra qədər gedirsə, reaksiya sıfıra düşür. İndi əzizlərim, qatlıq sıfıra düşür daha doğrusu. İndi baxaq 31-ci suala. 31-də deyir ki, hansı qrafik reaksiya məhsulunun qatılım zamanından asıllığını göstərir. Deməli, məhsul deyirsə burada, məhsulun qatılığı get-gedə neyinir? Artır da, düz deyil, əmələ gəlir axı. Doğru cavab olar C variantı. 32-ci suala yenə düstur lazımdır bizə. Deməli, T1-i neçə verib? Verib 60 dərəcə. T2-ni verib 80 dərəcə. Qammanı verib 2. İndi bizdən reaksiyanın sürətini soruşur yenə. V nəyə bərabərdir? Qamma üstü, qamma üstü. T2 çıxılsın bir dəqiqə. Deməli, T2 çıxılsın, T1 bölünsün 10. V bərabərdir 2 üstü. Deməli, 80 çıxılsın 60 bölünsün 10. Bu da eləyir nə qədər bizə? 2 üstü 2, yəni 4. Doğru cavab olar 4. Yəni 4 dəfə artacaq. Keçək 33-cü suala. 33-cü sualda deməli nədir? Yenə bayaqkına oxşar sualdır. Reaksiyanı verib zaman keçdikcə A variantında reaksiyanın sürəti azalır. Tamamilə doğrudur. Bu doğrudur. İndi bizdən səhvi soruşur. İndi B-nin qatlığı artır. B deyirəm, yəni T-nin qatlığı artır B variantında. Doğrudur əzizlərim. T məhsuldur. Məhsulun qatlığı get-gedə artır. Çünki bunlar sərf olunursa bu alınmalıdır. Z-dən T. Reaksiyanın sürəti artır. Tamamilə səhv. Dedik ki, reaksiyanın sürəti azalır. Doğru cavab olur ilə C variantı. D variantında X-in qatlığı azalır. Düzdür. Çünki X sərf olunur. Z-in qatlığı artır. Düzdür. Çünki alınır. İndi baxaq 34-cü suala. Qammanı, yəni temperatur əmsalını verib 2. Başqa nə verib bizə? Deməli, VT2-ni verib 3,2. VT1-i verib 10,2. T1-i verib 70. Deməli, başqa nə verir? T2-ni soruşur. İndi, əzizlər, mən görəm ki, burada temperatur neynəməlidir? Artmalıdır, yoxsa azalmalıdır? Ona diqqət yetirməliyəm. Deməli, baxaq. Düstur VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Deməli, baxaq indi nəyə?
düsturda yerinə qoyuruq. Yəni 3,2 bölünsün 10-2 bərabərdir. 2 üstü. Deməli, nə qaldı? T2 çıxılsın. T1. T1 yazmayaq. 70 veribdir. Elə biz 70 yazaq. 70 bölünsün 10. Bu ifadə neçədir? 16. Mən 16-nı qammaya uyğunlaşdırmaq üçün 2 üstü 4 yazıram. Bax. 2 üstü 4. Diqqətlə qulaq as. Bərabərdir. 2 üstü T2 çıxılsın. T1 bölünsün 10. İndi qoy 70 yazaq, qarışdırdım. İndi mən indi T2 hansı ədəd olmalıdır ki, mən bundan 70-i çıxım 10-a bölüm 4 eləsin. Təbii ki 110 olmalıdır ki, yəni 110-dan 70-i çıxarsan, bölərsən 10 eləyər 4-də. Düz deyil. Bunda temperatur olur 110. Doğru cavab olar A variantı. Baxaq 35-ci suala. 35-ci sualda reaksiyanı verib. Deyir, qabın həcmini 2 dəfə artırsaq, reaksiya... Ümumiyyətlə, yadınızı saxlayın uşaqlar. Qabın həcmi nədir? Məsələn, bir var hidrogen xlor tökək bir dənə bura. Bir var burada reaksiya geçsin. Düz deyil. Qabın həcmini artırmaq nədir? Yəni, böyük bir qabı tökək. Yenə eyni miqdarda hidrogen və xlor. Təbii ki, bunların hansında daha tez reaksiya girər? Balaca da düz deyil. Demişəm bunun izahını videoda. Böyük qabda zəif gedir. Çünki molekullar bir-birinə uzaqlaşır axı böyük qabda. Yəni, bunlar görəkənə kimi vaxt keçir. Balaca qabda isə molekullar yaxın deyə bunlar daha tez görüşür və reaksiya sürətlənir. İndi əgər qabın həcmi 2 dəfə artıbsa, onda reaksiyanın sürəti neyinib? Azalıb. Onda artar cavabların çıxmalısan. Əla. İndi baxaq nəyə? İndi bu reaksiyanı yazaq. Hidrogen plus xlor 2 alınıb H xlor. İndi əzizlərim, qabın həcmini 2 dəfə azaltsaq, olacaq 2 üstü 1 vurulsun 2 üstü 1 əmsallar qalxır qüvvətə. Bu da eləyir 4. 4 dəfə artır yoxsa azalır? Dedik ki, azalır da 4 dəfə. Həcm artırsa sürət azalır. Deməli, birincisində tapdıq 4 dəfə azalar. Yəni, x-i tapdıq. İndi ikinci reaksiya baxaq. İkinci reaksiya 2 mol hidrogen, oksigen, alındı su. Yaxşı. Reaksiya gedən qabın həcmini 2 dəfə azaltsaq. Ümumiyyətlə, həcmi azaldanda demişəm ki, reaksiyanın sürəti artır. Çünki molekullar bir-birinə yaxınlaşır. Necə olacaq? Burada olacaq 2 üstü 2 vurulsun 2 üstü 1. Bu da eləyəcək 8. Deməli, sürət 8 dəfə artar. Deməli, 4 dəfə azalar, 8 dəfə artar hardadır? Y variantında. Y variantında. Biz bunu düstur əsasən yazdıq da, yenə deyirəm. V bərabərdir K vurulsun, həmin düstur əsasən, sürət düsturuna əsasən. İndi 36-ya baxaq. 36-da bizə deyir ki, ümumiyyətlə reaksiyanı verib N2 plus 3 mol hidrogen. Alınıb amonyak. Yaxşı. Bu əksinə gedən, bu da düzünə gedən işarəsi. İndi uşaqlar bizə deyir ki, deməli, sabit temperaturda porsiyon ilə təchiz edilmiş qapalı qabda təzyiqi 4 dəfə artırsaq. Yaxşı. Düzünə gedən reaksiyanın sürəti, əksinə gedən reaksiyanın sürətinin nisbətini hesablanır. Düzünə gedən reaksiyanın sürəti, bax, bu da düzünə gedən reaksiya. Düz deyil, əzim. Bunun birinci sürətini hesablayaq. Necə olacaq? Deməli, V bərabərdir, birinci düstur yazaq. V bərabərdir K vurulsun. Təzyiq deyilsə, onda P-dən işarə edəcəm. P üstü N2 üstündə 1 yazılmır. İndi keçək hidrogenə. Hidrogen, indi əmsalında 3 varsa qalxacaq qüvvətə. Onda V nəyə bərabər? 4 dəfə artırmamışım, olacaq 4 üstü 1. Vurulsun 4-ün kubu. Bax bunu. Nəyə verir bizə? 256. Tapdım ki, birinci reaksiyanın sürəti 256 dəfə artacaq. İndi keçək, deməli, əksinə gedən reaksiya. Əksinə gedən reaksiyada bunun parçalanması da düz deyil. Onda necə olacaq? Amonyak 2 mol daxı olacaq 4-ün kvadratı, yəni 16. Tapdım düzünə gedən 256, əksinə gedən sürətini tapdım 16. İndi bizə bunun nisbətini soruşur da 256 bölünsün 16. Bu da eləyər 16. Doğru cavab olar C variant. Yəni şəklə baxıb qorxmaq lazım deyil. İndi baxaq uşaqlar 37. 37-ci sualda deməli həcmi 1 litr olan qabda reaksiya daxil olan qazları verib X, Y2, X2, Y2.
başlanğıc mol sayını verib, bir də artıq qalan. Əzizlərim, mən burada uşaqları ilk öncə başa salarkən, burada deyirəm ki, ilk öncə molları çatdıraq nəyə? Yəni, burada kəsrdən verib də çatdıraq tam ədədə. Yəni, bunların sıfırlarını, bax, sıfırlarını mən silirəm bu formada ki, uşaq çaşmasın. Bax, bunları sildim. İndi, baxıram, birinci təcrübədə başlanğıc mol sayı neçəymiş? X2-ni, bax, bunun başlanğıc molu, bax, bu. Neçədir? 1. Bax, neçəyə düşüb, bax, artıq qalan mol var, ha. Düşüb sıfıra da, yəni artıq da qalmayıb. Yəni, nə qədər sərf olunub? 1 mol X2 sərf olunub. Yazın X2 1 mol. Qoy, elə 1 yazaq, çaşmayasın. Yaxşı. İndi, ikinci təcrübəni də yoxlayaq. İkinci təcrübəyə baxıram, görəm, başlanğıc neçəydi? Bu da 2 mol idi, əzizim. Düz deyil. Burada artıq qalıb 1 mol. Yəni, 2-dən biri sərf olunub. Yəni, 2-dən çıxarsan 1-i, bir dəqiqə. Deməli, 2-dən çıxarsan 1-i, nə oldu? Və 2-dən 1-i çıxarsan, görərsən ki, 1 molu sərf olunub da, 1 mol artıq qalsa, 1 mol sərf olunub. Yəni, burada da sübut olundu ki, X 1 mol reaksiya daxil olub. İndi, baxaq Y2-yə. Y2-də görürəm ki, 5-dən düşüb neçəyə? 2-yə artıq qaldı ki, deməli, 5-dən çıxaram mən 3-ü, taparam ki, 2 mol. Yəni, burada 3 mol neyinib? Sərf olunub da, düz deyil. Onda Y2 olacaq 3 mol. İkinci təcrübəyə baxıq. İkinci təcrübədə 3 moldur başlanğıcı. Artıq qalan nə qədər? 0. Yəni, hamısı sərf olunub da. Burada da 3 mol. Yəni, burada da sübut olunur ki, Y 3 mol reaksiya girib. İndi bunun sürəti necə olacaq? V bərabərdir. K vurulsun. S, yəni qatlıq. X2 əmsal 1 olduğu üçün 1 yazılmır qüvvətə. Vurulsun. S, Y2-nin qatlığı əmsal 3 olduğu üçün olacaq kub. Belə bir variant hardadır? C variantında. Baxaq indi 38-ci suala. 38-də bizə nə deyir? Aha. Deyir, hansı hallarda hər iki reaksiyanın sürəti eyni dəfə artar, əzizəm. İndi birini verib temperatur əmsalını 2, digərini verib 4. İndi baxaq. Deyir ki, hər iki reaksiyanın temperaturunu 10 dərəcə artırsaq. Baxaq. Deməli, T2 minus T1-i, yəni 10 qoysaq, bölsək 10-a, 10 versək, neçə eləyir? Bu, birinci reaksiya görə hesablayaq, qammanı qoyaq ki, bu eləyir 2 üstü 1, 2. Yəni, burada sürət 2 dəfə artar. Düz deyil. Amma 4-ə görə yoxluq. İndi qammanı verib 4, T2 çıxılsın, T1, bölünsün 10, bərabərdir. 4 üstü, indi bunu verib də bizə 10 verib bunu. 10 bölünsün 10. Eləyir 4 üstü 1. Bu deyilər 4. Deməli, birində 2 dəfə, birində 4 dəfə artır. Deməli, eyni dəfə sürətləmir. Mən biri götürə bilmərəm. İndi, baxaq 2-yə. Deyir ki, Y-in qatılını 2 dəfə artırsaq, bu tamamilə səhvdir. Nə üçün? Görürəm ki, burada Y burada 1 moldur, burada 2 mol. Düz deyil. Artıq mən buradan bilməliyəm ki, bunlar fərqlidir. Yəni, olacaq birinci reaksiyaya görə 2 üstü 1, Y-in əmsal 1 olduğu üçün. Düz deyil, olacaq 2. Burada necə olacaq? Əmsalında 2 olduğu üçün qatılıq 2 dəfə artırıb da, yəni olacaq 2 üstü 2, bu da olacaq 4. Burada da fərqli oldu. Biri 2 dəfə, biri 4 dəfə. Burada da artmalıdır. Burada nə etməliyəm mən? Baxım 3-ə. Deməli, təzyiqi 2 dəfə artırsaq, birinci reaksiya görə yazıram. Bax, birinci reaksiya ümumiyyətlə yazaq. Yazsın Z. İndi təzyiqi artırsam necə olacaq əzizlərim? Bu da 1 moldur, bu da 1 mol. Yəni olacaq 2 üstü 1, vurulsun 2 üstü 1. Bu deyiləcək 4. Yəni sürət 4 dəfə artdı birinci reaksiyada. İkinci reaksiyada deməli T üstə 2Y, Y. İndi əzizlərim, burada nə edəcəm? Deməli, təzyiqi mən bu reaksiyada artırsam, hansına təsir edəcək? Ümumiyyətlə, biz demişik ki, bax, burada T bərk halda verir. Bərkin üstünə X qoymalısan. Çünki demişdim ki, bərk maddəyə təzyiq təsir etmir. Bərk getdi. Yerdə nəyimi qaldı? 2Y, düz deyil. Təzyiqi 2 dəfə artırsam, olacaq 2 üstü 2. 2 var axı əmsalında olacaq 4. Deməli, hər ikisində 4 dəfə artdı. Yəni, mən bunu götürə bilərəm. 4-ə baxaq. Birinci reaksiyanın temperaturunu 40 dərəcə artırsaq, yaxşı. Deməli, T2 minus T1-i bölünsün 10-u.
İndi 2 üstü yazaq da bunu birinci reaksiya görə 2 üstü T2 minus T1 bölünsün 10. İndi bunu neçə verib? 40 verib də 40 bölünsün 10. Neçə eləyir? 2 üstü 4 16. Yaxşı. İndi baxaq ikinciyə. İkinci temperatur əmsalını 4 verib. Yazırsan 4 üstü T2 çıxılsın T1 bölünsün 10. İndi bunu bizə verib 40 daha doğrusu 20. Burada 20 verib ikinci reaksiya üçün. 4 üstü 20 bölünsün 10. Bu deyilər 4-ün kvadratı, o deyilər 16. Demək, burada da 16, burada da 16. Yəni, hər ikisində eyni dəfə sürətləndi. Onda 4-ü də mən götürə bilərəm. Doğru cavab olar 3 və 4. Baxaq. Burada da, demək, 39-cu sual. Qabın həcmini 2 dəfə azaltsaq, sürət hansında 8 dəfə artar? Ümumiyyətlə, demişdik ki, qabın həcmi azalırsa, sürət artmalı təbii ki. İndi burada mollara görə, baxın, əzizlərim, burada təbii ki, biz moldan işləyirik də, çünki mol vacibdir. Deməli, baxaq birinci reaksiya mollara. 1-in 3-ə nisbətinə gedir hidrogen. Mən bilirəm ki, 1-in 3-ə nisbətinə gedir. İndi yazıram burada. 2 üstü 1, birinci reaksiya səhəsin azota görə 2 üstü 1 vurulsun 2 üstü 3 olacaq 16. Deməli, burada 8 dəfə artmadı, 16 dəfə artdı. Bu lazım deyil mənə. İndi keçək, deməli, İkinci reaksiya. İkinci reaksiyada girir 2-nin 1-ə, yəni 2 mol hidrogen olmalıdır. Olacaq necə? Olacaq belə. 2 üstü 2. Bax bu. Vurulsun neçə? 2 üstü 1. İlədə neçə? 8. Deməli 8 dəfə artdı. Deməli əzizlərim, qısacası. Reaksiya 2-nin 1-ə nisbətində girirsə, elə 8 dəfə artacaq. 2-nin 1-ə harda girir? Bir dənə burada girir. Bir dənə də burada. Doğru cavab olar 2, 4, 5. Yəni, doğru cavab olacaq o. İndi baxaq 40-cı suala. 40-cı sualda, bax, diqqət yetirin. Temperatur neyiniyib? 70-dən 50-yə düşüb. Düşübsə, əzizlərim, zaman neyiniyəcək? Artacaq. Yəni, 40-dan yuxarı olacaq saniyə. İndi qammanı mənə verib ki, temperatur verib, deməli, T1-i verib 50, T2-ni verib 70, qammanı verib 2. Düstur. Deməli, başqına verib mənə. Yazacaq VT2 bölünsün. VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın. T1 bölünsün 10. Burada VT1 də verib 40. Aha. İndi yazırsan VT2 bölünsün 40 bərabərdir. Qammanı 2 verib. 2 üstü 70 çıxılsın 50 bölünsün 10. Bu ifadə mənə nəyi verir? 2 üstü 4-ü də, düz deyil. 2 üstü daha doğrusu 2-ni. 2 üstü 2-ni. Bu deyir 4. 2 üstü 2, 4. Yəni VT2 bölünsün 40 bərabərdir 4. Buradan da vuracaq, çıxacaq 160. Deməli, 160 saniyə baş verir. Temperatur 50 dərəcə salsaq. 160. Baxaq indi 41-ci suala. 41-ci sualda yenə bayaqki suala oxşardı. VT2 bölünsün, VT1 neçə verib? Verib 81. Yaxşı. Qammanı verib 3. Düstur nəyə bərabərdir? VT2 bölünsün, VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. Yaxşı. İndi mən qammaya uyğunlaşdırmaq üçün bu 81-i 3-ün kubu kimi yazım. Bax, bu ifadə verib 81. Mən bunu 3-ün kubu kimi yazım ki, qammaya uyğunlaşsın. Bərabərdir. 3 üstü T2 çıxılsın, T1 bölünsün 10. Aha. Mən hansı ədədi 10-a bölsəm 3 eləyər. Təbii ki, 30-u da doğru cavab olar 30. Baxaq 42-ci suala. Yenə eyni sualdır. Eyni sual. Mən birinci düstur yazım. VT2 bölünsün, VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün 10. Bunun qiymətini verib 16, qammanı verib 2. Mən qammaya, yəni buna uyğunlaşdırmaq üçün 16-nı yazırım. 2 üstü 4 yazırım. 2 üstü 4 bərabərdir. Bax, budur ya. 2 üstü 4 bərabərdir. 2 üstü T2 çıxılsın, T1 bölünsün 10. Mən hansı ədədi 10-a bölsəm 4 eləyər. Təbii ki, 40-ı. Doğru cavab olar 40. Baxaq indi, baxaq nəyə?
Aha, V2 bölünsün V1 neçə verib? V2 bölünsün V1 verib 8. T1 verib, T1 verib 16. T2 verib X. İndi bilmirəm. Bayaq asıllıq yazdım ha. V2 bölünsün V1. Bir dəqiqə. Bura V2 bərabərdir nəyə? T1 bölünsün T2. Tərs mütənasibdə bunlar. Bu da necə olacaq? Bu ifadə mənə verib 8. Yazıram 8 bərabərdir. Bunu neçə verib? 16. 16 bölünsün T2-də X. T2 X. X-ə bərabərdir 2-yə. Doğru cavab olar 2. Başqa 44-cü sual. Yenə eyni qaydada. V2 bölünsün V1 verib 9. T1 verib 27. T2-ni soruşur. Yəni X verib. Yenə asıllıq V2 bölünsün V1 bərabərdir. T1 bölünsün T2 tərs mütənasib. Yenə bax bu ifadəni 9 verib. Yazıram 9 bərabərdir. T1 verib 27 bölünsün X-a. X buradan çıxacaq 3. Bunlar da olacaq 3. Deməli, baxaq indi 45-ci sual. 45-ci sualda yenə qammanı verib. VT2 bölünsün VT1 8. T1 verib 100. T2-ni soruşur. Düstur nə idi? VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Düz deyil. Bu ifadənin mənə nəyi verib? 8. Düz deyil. 8 bərabərdir. Qamma verib ki 2 üstü. Deməli T2 çıxılsın T1 verib 100 bölünsün 10. İndi qammaya uyğunlaşdırmaq üçün mən bu 8-i yazıram 2-nin kubu bərabərdir 2 üstü T2 çıxım 100 bölüm 10'a. İndi əzizlərim, bu T2 hansı qiymət olmalı ki, mən bundan 100 çıxım 10'a bölüm 3 eləsin. Deməli T2 130 olmalıdır. Düz deyil. Mən 130'dan, bax 130'dan çıxaram 100'ü, taparam 30, bölərəm 10'a 3. 2 üstü 3. Всё. Deməli 100 cavab olur 130. 46-cı sual. 46-cı sualda yenə eyni sualdır. Qammanı verib. VT2 bölünsün VT1 verib 27. İndi bu qamma 3'üsə mən bunu elə bu formada 3'ün kubu kimi yazım indi. Rahat olsun. T2'ni verib 180, T1'i soruşur. Düstur VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Düz deyil. İndi bu ifadəni, yəni VT2 bölünsün VT1 yazmışam. 3'ün kubu yazıram. 3'ün kubu bərabərdir. Qamma 3'dür. Deməli T2 180'dir. Bu da T1'i soruşur, bölünsün 10. Deməli hansı ədəddən 180, daha doğrusu 180'dən hansı ədədi çıxıb ona bölsəm 3 eləyər. Təbii ki 150 düz deyil. Onda T1 nəyə bərabər olar? 150 dərəcəyə. Всё. Bu da 150. İndi baxaq. 47-ci suala. 47-ci sualda bizə nə deyir? Deməli, sürətləri verib, T2-ni verib, T1'i soruşur əzizlərim. Bir də qammanı verib. Qammanı əvvəlası verib ki, VT2-ni neçə verib? Verib 3,2 ilə bayaqki suala oxşur. VT1'i verib 10,2. T2'ni də verib, bax burada T2 90. T1'i soruşur. Düstur. VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Düz deyil. İndi 3,2 VT2'ni verib bölünsün 10,2 bərabərdir. Qammanı verib 2. T2'ni neçə verib? 90. 90 çıxılsın T1 bölünsün 10 əzizlərim. İndi baxaq. Bu ifadə bizə verir 16'nı. İndi 16'nı mən 2 üstü 4 kimi yazıram. Niyə? Qammam 2'dir. Yazıram 16'nı bax bura. 2 üstü 4 kimi bərabərdir. 2 üstü 90 çıxılsın T1 bölünsün 10.
İndi mən hansı, demək 90-dan hansı ədədi çıxıb 10-a bölsəm 4 eləyər. Təbii ki 50-ni çıxsam da düzdür, onda T1 olar 50. Bu qədər sadə. İndi baxaq. 48-ci sualı. Deməli qammanı verib 3, VT2-ni verib 36, VT1-i verib 4 dəqiqə. Temperaturu soruşur, düz deyil. Düzsür nəyə bərabərdir? VT2 bölünsün VT1 bərabərdir əzizlərim. Bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10-a. İndi VT2 məlumdur 36. T1 də məlumdur. Deməli 4 dəqiqə. Bərabərdir. Qamma da məlumdur 3. T2 çıxılsın T1 bölünsün 10-u soruşur. İndi əzizlərim, bu ifadə verir bizə 9-u. 9-u mən 3-ün kvadrat kimi yazım, çünki qammam 3-dür. Yazıram 3-ün kvadratı bərabərdir. Deməli 3 üstü T2 çıxılsın T1 bölünsün 10. İndi mən hansı ədədi 10-a bölsəm 3 eləyər. Daha doğrusu 2 eləyər. Təbii ki 20-ni də düz deyil. Doğru cavab olar 20. 49-a baxaq. 49-a deməli eyni şəraitdə verilmiş miqdarda maddələrlə təchiz edilmiş eyni həcmli qablarda reaksiya baş verir. Yaxşı. İkinci qabdakı reaksiya birinci qabdakı reaksiyadan neçə dəfə sürətlə gedər əzizlərim. Baxaq. Bu necə eləyək? Deməli əvvəlası bizə qram veribsə, bax 28 qram verib H2 yaxşı. Üzərinə gəlib 28 qram N2. Mən bu hidrogeni çevirim mola. Görün bu neçə moldur elə. Bu eləyir 14 mol, düz deyil. Yəni 28 qram hidrogen 14 mol eləyir. Bunu elədim 14 mol. Bəs 28 qram azot neçə moldur? Bu da 1 mol. Yaxşı tapdım. Bu oldu birinci reaksiya. Keçirəm 2-yə. 28 mol hidrogen üzərinə gəlsin 28 qram azot. Aha, indi bu da 28 mol özü verib. 28 qramda 1 mol. Yaxşı. İndi gəlin əzizlərim reaksiyanı aparaq. Çünki deyir ki, reaksiya baş verir baxı. N2 plus 3 mol hidrogen alındı. 2 mol NH3. Aha, nə edir? Deyir ki, ikinci qabdakı reaksiya birincidə neçə dəfə sürətlidir. Yaxşı. Baxaq da. İndi baxaq ikinci reaksiyadan başlayaq. İkinci reaksiyada hidrogen neçə moldur? 28. Yazıram 28. Əmsal nə qədərdir reaksiyada? 3. 28-in kubu vurulsun. Nəyə? Deməli 1-ə. Nə üçün 1-ə? Çünki 1 mol azot verib. 28 qram vurulsun 1-ə. Bölünsün. Bu tapdıq ikinci reaksiya. Bax, bu olur ikinci reaksiya. Çünki bizə 2-nin 1-ə nisbətini soruşur. Yəni ikinci reaksiyanın birinci reaksiya nisbətini soruşur. İndi baxaq birinci reaksiya. Birinci reaksiyada hidrogen neçə moldur? 14. Yazıram 14. İndi 3 mol olduğu üçün hidrogen reaksiyada yazıram 14-ün kubu vurulsun. Azot neçə moldur? 1 mol. Yazıram 1. Bu da olar birinci reaksiya. İndi bizə bunun nisbətini soruşur. Bunlar gedər. Qalar yerdə nə? 1 bölünsün 2-nin kubu. Bu da eləyər 8. Doğru cavablar olunda 8. 49-a 8. Baxaq indi. Nəyə? 50-ci suala. Deməli, NO plus oksigen alınıb 2 mol NO2. Baxaq indi. Deməli, birinci ifadə. A variantına deyir, NO-nun qatılını 2 dəfə artırdıqda. Yaxşı, bax, NO-nun qatılını 2 dəfə artırsaq, NO əmsal 2 daxil olacaq, 2 üstü 2 olacaq 4. Deməli, 2, 3 yazaq bura. Onda 4 dəfə sürət artar, haradadır? B-də. Daha doğrusu 2-də. Yəni, A gedir 2-yə. İndi B-də deyir ki, oksigenin qatılını 2 dəfə artırsaq. Oksigen qatını 2 dəfə artsa, oksigen əmsalı 1 mol daxil olacaq 2 üstü 1. Yəni sürət 2 dəfə artacaq. 2 dəfə artararda deyilə birincidə. Yəni B gedər 1-ə. CO-nun qatını 2 dəfə artırıb, oksigen qatını 2 dəfə azaltsaq. Baxaq elə. Deməli, haradadır bu? CO-nun qatını 2 dəfə artırsam, yazaram
2 üstü əmsal 2 olduğu üçün yazdım 2 üstü 2 vurulsun. Oksigen qatını 2 dəfə azaltsam, onda kəsrə düşür də, yəni 1 bölünsün 2 olur. İndi əmsalında 1 olduğu üçün qüvvəti də yüksəlir 1. Bu olacaq 2 üstü, deməli 4 vurulsun 2-də 1, 4 2-də 1, bu da eləyir 2. İndi sürət nə olacaq burada əzizlərim? Sürət 2 dəfə artacaq. 2 dəfə artar hardadır? 1-ə gedəcək, bu da C də gedəcək 1-ə. C də gedəcək 1-ə. İndi baxaq D-yə. NO-nun qatılığını 2 dəfə azaltsaq. Yaxşı, 2 dəfə azaldıq. 1 bölünsün 2. 2 dəfə azaltdım da. Əmsal neçədir 2? Olur kvadratı. Vurulsun. Oksigen qatını 2 dəfə artırsam necə olacaq? 2 üstü 1. Əla. Bərabərdir nəyə? 4-də 1 vurulsun 2 nə eləyir? 2-də 1. Deməli, sürət 2 dəfə azalacaq. Onda D gedir 3-ə. Baxaq Y-yə. Oksigen qatını 2 dəfə azaltsaq, təbii ki, sürət neçə dəfə azalacaq? 2 dəfə azalacaq. Doğru cavab olur. Yəni 1 bölünsün 2 üstü 1 olur da. Deməli 3-ə də gedir Y. Bu belə. İndi baxaq 51-ə. 51 də ilə eyni tipli sualdır. Yenə yazaq. Yaxşı. 2 mol CO plus oksigen alındı. 2 mol CO2. İndi yazaq yenə 1, 2, 3 bu formada. CO-nun qatını 2 dəfə artırsam, CO-nun qatını yazıram 2 üstü neçə? Əmsal 2 olduğu üçün yazıram 2 üstü 2, yəni 4. Sürət 4 dəfə artacaq. Onda 3-ə gedir A. İndi B-yə baxaq. Oksigen qatını 2 dəfə artırsaq, olacaq nə? 2 üstü 1 də. 2 üstü 1. 2 dəfə artacaq. Deməli, 1-ə gedir B. Deməli, C-yə bax. CO-nun qatını 2 dəfə artırsaq, yaxşı. CO-nun qatını 2 dəfə artıram. Yazıram 2 üstü neçə? 2. Əmsalında 2 var deyə CO-nun. Vurulsun. Oksigen qatını 2 dəfə azaltsam, onda 1 bölünsün 2 olacaq. Yəni 2-də 1 olacaq. İndi əmsalda 1 deyə qüvvətə qalxır 1. Olacaq 4 vurulsun 2-də 1, bu da edir 2. Onda sürət 2 dəfə artacaq əzizlərim. Artacaq. Yəni 1-ə gedir C. 1-ə gedir C. Başqa nə qaldı? Bunları silək. Başqa CO-nun qatını 2 dəfə azaltsaq deyə baxırıq. Bura baxırıq. CO-nun qatını 2 dəfə azaltsaq, onda yazacağam 1 bölünsün 2. Əmsalında 2 olduğu üçün qüvvətə qalxaraq olacaq 2-nin kvadratı. Düz deyil. Vurulsun. Oksigen qatını 2 dəfə artırsam, bu da olacaq 2 üstü 1. Nəyə bərabər olacaq? 2-də 1-ə. Yəni sürət 2 dəfə azaldı. Onda 2-yə gedir D. Sonuncusuna baxaq. Oksigen qatını 2 dəfə azaltsaq, 1 bölünsün 2 olacaqdır. Y də gedəcək bura. Bu qədər sadə. Başqa əzizlərim nə qaldı burada? Nə qaldı? 52. 52 də yenə hidrogen qatının 2 dəfə artırılması, reaksiyanın sürətinin neçə dəfə artması deməkdir. Yaxşı, baxaq. Asetilinin tam hidrogenləşməsi reaksiyasını verir. Baxaq, asetilin tam hidrogenləşdirək. Yəni, asetilin C2, H2 tam hidrogenləşmə deyirsə, onda tam doymuş hala keçməlidir də. Alınmalıdır alkan C2, H6. Düz deyil. Yaxşı, reaksiyamız budur. İndi hidrogen qatını 2 dəfə artırsam, yazacağım 2 üstü. Əmsal burada 2 dəfə olacaq. 2 üstü 2, yəni 4. Sürət 4 dəfə artar. Onda 1-ə gedər, ya daha doğrusu 2-yə gedər A. Yazsın. İndi baxaq ikinci reaksiya. İkinci reaksiya etilenin hidrogenləşməsi. Etilin C2H4 plus hidrogen alındı etan. C2H6. Yaxşı, C2H6-dır. Hidrogen burada qatılığın 2 dəfə artırsam, burada artırır deyir axı. Yəni mən buna görə deyirəm artırmaq. Özü yazıb. Əmsal 1 olduğu üçün 2 üstü 1 olacaq 2. Yəni 2 dəfə artacaq. Onda 1-ə gedəcək B. Baxaq üçüncü reaksiya. Üçüncü reaksiya suyun sintezi 2 mol hidrogen plus oksigen. Suyun sintezi belədir. Onda hidrogen qatılığını 2 dəfə artırsam, bu olacaq
2 üstü 2 əmsala görə olacaq 4. 4 dəfə artacaq. 2-yə getsək bir də C. Deməli, amonyakın sintezi deməli azot plus 3 mol hidrogen. Düz deyil əzizim bu formada. İndi qatılığı 2 dəfə artırsam, kub olacaq. Çünki 3 moldur. Olacaq 2-nin kubu 8. Deməli 3-ə gedəcək D. Hidrogen xloridin sintezi. Yaxşı. Xloridin sintezi yazdıq. Burada 1 moldur. Olacaq neçə? 2 dəfə artsam. 2 üstü 1. 2 dəfə artacaq. Onda 1-ə də gedəcək Y. Bu da belə. Baxaq 53-cü suala. 53-cü sualda nə deyir bizə? İndi uyğunlaşdırmadır da bu. İndi yazaq belə. Qammanı birinci A'ya görə baxaq. Qammanı verib 4. Yaxşı yazıram. V bərabərdir 4 üstü 4 üstü. T2 neçə verib? Verib 90. 90 çıxılsın. Burada neçə verib? A'ya görə 60. Bölünsün 60 bölünsün 10. Bu deyilir 4 üstü 3. 4-ün kubu. Bu deyilir neçə? 64. Sürət 64 dəfə artar. Birə gedər. A variantı əzizlərim. Daha sonra keçək qammanı götürək 2. Qammanı götürək 2. 2 üstü deməli 130 çıxılsın neçə? 90. 130 çıxsın 90. Bölünsün 10. Bu deyilir 2 üstü 3. Bu da 8. Belə bir cavabda, variantda yoxdur. Ona görə bunu götürmürəm. İndi baxaq. Bunları silək, tərzinə yazaq. İndi baxaq. Deməli C-yə. Qammanı verib 3. Yazıram qamma 3. Düsturə əsasən yazıram da. Bu düsturə V bərabərdir. Qamma üstü T2 çıxsın T1 bölünsün 10. Buna əsasən yazıram. Qammanı verib 3. Bax burada verib 3. Bərabərdir. Bərabər dağıt üstü. T2 neçə verib 90. 90 çıxılsın 50 bölünsün 10. Bu deyilir 3 üstü 4. 3 üstü 4 deyilir 81. 81 dəfə artar. Onda 3-ə gedər C. 3-ə gedər C. İndi baxaq 4-ə. Qammanı verib neçə? 3. Yazım 3. 3-dür. Deməli 120 çıxılsın. 120 çıxılsın 90 bölünsün 10. 120 çıxılsın 90 bölünsün 10. Bu deyilir 3 üstü 3, 27. İndi burada 27 dəfə azalır. Çünki temperatur 120-dən 90-a düşüb də. Düzdür. Ona görə azalır yazım. 2-yə gedər D variantı. 2-yə də gedər D variantı. Y variantına baxaq. Qammanı verib 2. 2 üstü deməli 90 çıxılsın 30 bölünsün 10. Elə 2 üstü 6. Bu da elə 64. Bu qədər. Deməli başqa nə dedik? Birə də gedir onda Y. Tapdıq Y. 54. 54. Yenə reaksiyan verib. N2 plus 3 mol H2 alınıb 2 mol amonyak. Yaxşı. Baxaq. Birdə deyir ki, bax burada. Hidrogenin qatını 2 dəfə artırsaq. Hidrogen qatını 2 dəfə artırsam olacaq 2-nin kubu. Eləyəcək 8. Yəni sürət 8 dəfə artar. Birə gedər A variantı. Deməli, başqa nə deyir? Başqa nə deyir? Deyir ki, bax burada. Azotun qatılığını 2 dəfə azaltsam nə olacaq? 1 bölünsün 2. Yəni 2 dəfə azalacaq da, düz deyil. Onda 2-yə gedəcək Y variantı. 2-yə gedəcək Y variantı. Y variantı bir dəqiqə. 2 getdi Y. Əla. İndi baxaq. Baxaq nəyə? 3-ə. Azotun qatılığını 8 dəfə artırsaq necə olacaq bunda? 8 üstü azotun əmsalı neçədir? 1. 8 üstü 1. Vurulsun. Hidrogen qatını 2 dəfə azaltsam, hidrogen 2 dəfə azaltsam, yəni olacaq 1 bölünsün 2. Əmsalı neçədir? 3-də olacaq, yəni 2-nin kubu əzizim. İndi 8 vursun 8-ə 1 eləyir 1. Yəni burada sürət dəyişmədir. Onda
3-ə gedəcək C variantı əzizlərim. Deməli 1-ə getdi A, 2-yə getdi Y, 3-ə getdi C variantı. İndi sonuncu sual olmalıdır bu. Deməli 55 dəfə sonuncu sualdır. Yenə həmin üsuldur. Yenə həmin üsul. Reaksiya yazaq. 2 mol NH3. Aha. İndi bizə nə deyir? Hidrogen qatını 3 dəfə artırsam, olacaq necə? 3 üstü neçə? 3 kubu 27. Deməli 27 dəfə artar. 1-ə gedəcək B. İndi deyir azotun qatını 8 dəfə azaltsam, yəni 1 bölünsün 8 olar da. Yəni 8 dəfə nə edəcək? Azalacaq. Olacaq D variantı. 3. Azotun qatılığını 9 dəfə artırsam, yaxşı. Azotun əmsalı neçədir? 1. Qatılığı neçə artıb? 9. Olacaq 9 üstü 1. Vurulsun. Hidrogenin qatılığını deməli 3 dəfə azaltsam, yaxşı. Olacaq 1 bölünsün 3. Əmsal neçədir? 3. Olacaq 3-ün kubu. Yəni 9 vurulsun 27-də 1. Bu deyəcək 3-də 1. Yəni sürət 3 dəfə azalacaq. Onda 3-ə də gedir Y variantı. Bu qədər sadə. Deməli, bugünkü mövzumuz da bura qədər oldu əzizlərim. İnşallah ki, hər biriniz faydalanarsınız. Növbəti videoda isə olacaq. Deməli, kimyəvi tarazlıq və ona təsir edən amillər. Yəqin ki, bunu da 1-2 gün ərzində inşallah vaxtım olsa paylaşıb sizlər üçün faydalı bir şey təqdim edəcəm inşallah. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, videonu sona dək izləyərsiniz.